Elm texnologiya günü-gündən inkişaf edir. Biz müasir tikinti materiallarından söhbət açırıq. Müasirliyi də sizin diqqətinizə çatdırdıq. Bu isə hər kəsin tanıdığı və keçmişdən bu yana olan və bizim hamının dili ilə desək paklavotlardır ki, müasir tikinti materiallarından danışırıqsa, mütləq şəkildə bu penoplastlardan danışmaq lazımdır. Burada bizim 2 penoplastımız var. Hər ikisi haqqında məlumat verəcəyik ki, bunların bir-birlərindən üstünlükləri nədən ibarətdir və hansı daha məqsədə uyğundur. Demək, bu günlərim biz texnonikol penoplastlarından sizə bir barədə məlumat vermək istəyirəm ki, texnonikol penoplastları 3 cür olur. 2'lik, 3'lük, 5'lik. Sadəcə olaraq bir dəqiqə əlimizdə tutduğumuz 3'lükdür. Bəli. Bunlar elə erkək dişi kimi də istifadə olunur, rahat keçməkdən. Bir-birini bağlayır. Bəli, bir-birini bağlamaqdadır. Demək, texnonikol şirkəti əvvəlcədən bizə həmişə üzəri sığallı. 2'lik olmayan, yox, 2'lik, 3'lük, 5'lik olan penoplastlarda ən çox rollanır. Bizə müəyyən ustalarımız bizə müraciət elədi ki, bəs biz bunu buranda çətinlik çəkirik. Nə əsasdan, nəyə görə çətinlik çəkirik? Demək, deyir ki, bu mal sığallı olanda biz buna mətanətlə, məyaqdakı müəyyən bir yapışdırıcısı ilə, bəli, vurduğumuza görə yəni qopma təhlükəsi çox ola bilər. Qopma ehtimalı olur. Ona görə də xahiş elədilər ki, görün belə bir şey yaratmaq olarmı o şirkətdən bir müraciət eləsin şirkətlərinizə, bunu coduru variantı gəlsin. Biz də sağ olsunlar. Yəni dumurlu da deyirlər, codurlu da deyirlər. Müraciət elədik. Texnonikol şirkəti indi bizə hal-hazırda bu dedikləri ustaları bu codurlu məhsulu göndərdilər. Sağ olsunlar. Bunu həm 3'lükdə göndərdilər, həm 5'lükdə. Düzdür, 2'likdə eləmək olmur bunu. Bəli, informasiya verir ki, ancaq sırf 3 və 5'likdə eləyə bilərik. Bu çox gözəl modeldir, həddindən artıq çox gözəl modeldir. Demək, evlərin içində ara kəsmələrdə. Evlərin içində divar sistemini, çox gözəl istiliyi, çox gözəl istiliyi. Yəni, hamı başa düşdüyü dildə desə, apşıfqa eləməkdən ötürü. Həm də fasad üçün də eləmək olur. Yəni, bunu fasada da vuran var, evin içinə də vuran var. Yəni, çox gözəl effekti var, həddindən artıq. Çünki sıxlığı çoxdur deyə, 75 sıxlıqdadır deyə. Və gömliyi də var. Bəli. Ona görə də çox gözəl materialdır ki, bunu həm evdə, həm çöldə, həm içəridə fərqi yoxdur. Yəni, istifadə edilir və alan da həddindən artıq razı qalırlar. Bir kənənlik edirlər, bir kənənlik olur. Çünki həddindən artıq evin nəmişliyini götürür. Çox gözəl, dəyərli penoplastdır. İndi bir qədər nə məlumatı verək? Təbii ki, bizim bu işin mütəxəssisi məlumat verdi və bir qədər də məlumat verək ki, sığallı olanda üzərinə vurduğumuz hər hansı yapışdırıcı müəyyən vaxtdan sonra çəkəndə müəyyən deformasiya uğramaq halları baş verə bilərdi. Ancaq bunda qətiyyən elə bir şey yox. Çünki ara məsamələri olduğundan və xüsusi olaraq üzərində belə deyək, bu dumurlar olduğundan bütün bu yapışdırıcı bunun içərisində hopur və biz bunu divara bərkidəndə sanki arasında heç bir məsamə qalmır və bunu divardan çəkib çıxartmaq, qopartmaq mümkün olmayacaqdır. Ona görə bütün bunların yəni tam sıxlığı da qaydasındadır. Erkək dişi hər tərəfində də var ki, bir-birinə keçirməklə ara məsafəsi tamamilə sıfıra bərabər olacaq və sizin bunu divardan çəkib qopartmaq, illər keçdikcə çıxması, qopması, düşməsi halları baş verməyəcək və şirkət də sağ olsun ki, ustaların fikirlərini nəzərə aldılar və bu məhsulu yenidən bu qaydada həyata keçirdilər və bunu bütün mənzilinizdə istifadə etmək olar və rahat şəkildə. Bəli, tamamilə doğrudur. Bunun da 2'liyi, 3'lüyü, 4'lüyü 2, 3, 4, 5, hətta belə 10. 10'luğu da var. Bəli. Bunlardan da bir qədər məlumat verək. Olursa yüngüldür. Yüngüldür, həddindən artıq yüngül materiallardır, düzdür. Sıxlığı müəyyənə qədərdir. Bunları da istifadə edirlər. Müəyyən krişalar var ki, taxta ilə məsəl üçün çölnüpoldan məsafəsi çox yaxındır. Onda istifadə aralarına qoymaqdan çox istifadə olunur. Lambirin vurulan yerlərdə ən çox istifadə olunur. Elə yerlər var ki, divarlarda da alçıvanlar vurulur və alçıvan vurulanlarda da bunların arxasına bundan vururlar. İstifadə olunur. Həm nəmişliyin qabağını alır, həm müsibətin qabağını alır. Həm də bəyənməyəndə səs boğuculuq imkanı da var. Əlbəttə ki, var. Təbii ki, bunun da özünə məxsus funksiyası var. Bəli. Yəni, keçmişdə istifadə olunursa, müasir günümüzdə də istifadə olunur. Bəli. Elə keçmiş demiş,
nətər deyim, bizdən indi böyük insanlar, böyük müştərilər deyək, ağsaqqal, ancaq elə gəlib bunlardan alır. Bu yeni texnologiyanı cavanlar çox istifadə eləyir bunları. Amma köhnədən bildiyimiz, yəni bizdən böyük olan müştərilərimiz, məsəl üçün elə gələndə ən çox bu penaplasaj. Qardaş, mən dədə-babadan bununla işləmişəm, elə bunu da ver mənə. Hətta indi hərənin öz işlədiyi bir texnologiya var, hərənin bir öz seçimi var. Yəni sınanılmış belə deyək penaplaslardır bunlar. Müasirliyi bilmirlər necə olar, amma təbii ki, müasirlik varsa deməli müasirlik inkişafın bir mərhələsidir və ondan da istifadə etmək lazım, bundan da istifadə lazım. Yəni biz düşünürük ki, MRT Hiperinşaatda bütün məhsullar var və hər kəsin büdcəsinə uyğun, hər kəsin seçiminə uyğun, hər kəsin istəyinə uyğun bütün məhsulları rahat şəkildə əldə eləyə bilərsiniz. Çünki bura MRT İnşaatdır. Birlikdə tikər.